Telli, qazancının neçə faizini qohumları var və yaxud da qardaşa bacı var? Çox faizini. Sənə nə lazımdır? Doğrudan. Əlbəttə. Bu vermir pul. Niyə? Sən götür mikrofonu. Niyə? Xanış elə oğlan deyil. Qardaş, niyə vermirsən pul? Kimə vermirəm? Özün bilirsən, soruşacağım sonra. Mən Bu gülməyən şey mən elə nəyim var, hamısı yaxınlarımın doğmalarından. Kimlərindir? Hamısından mən eləmişəm. Bu kim eləyib ki? Bugün 2000 manat hesaba pul götürəcəksən. Baxır kimədir, həmən... Nəsə belə düşünə. Yox, sən nəsə bilirsən, ona görə Ha. deyirsən. Yox, mən gücüm çatan, əlim çatandan eləyirəm. Hamı üçün eləmişəm. Amma birdən çox olanda buna bugün sıxma boğma vermişəm, Telli. Niyə? Günə 30 manat qarışlayır. 30 manat. 30 nədir ki zar? O mənlik bir şey deyil. O taksilər. Sağ- Sən mən maşını al, mən də o Ha, taksilərdə bax qalırım. belə, get. Özü ancaq Qalenvagində gəzir, uşaq da nə ilə gedir, getsin. Sonra da göynür ki, mənim pulum nəzir? Pul elə müğənnilərdədir. Qardaş, özün bir mindiyin maşına bax. Elə, filan müğənni, xanış sən neçə manat, nə bilim, Yaşar sən, ay qardaş, nə bir mindiyin maşına bax, sonra sual ver. Telli Qardaş, mikrofonu Nömrəsini bağlayır. demirsən. Nömrəsini demirsən. hələ bu heç nömrəsini demirəm. Ay Ay, Allah. sakit ol. Mənə da belə deyir. Telli, bura qulağına sözüm, təzə olubdu. Deyir, maşın almışam, deyirəm nə? Mən əvvəl bunda ayrı bir Porsche bilirdim. Bir Qalenvagen dedim ki, məni yağış yayağa, başımdan yağış tökə-tökə aparma, Qalenvagenini göstərir. Dedim gözümün bir aydım, bir edəcəm. Nağarım ki dedim. Dilim Mübarək olasan, can sağ lazım olun, idi həmsi mənə zarafatdır, sağ olun. Xanış, şanın şöhrətin Azərbaycandadır, yoxsa uzaqlarda daha çox? Valla hardan izləyirlər, sonra mənim şan şöhrətim deyil. Hər yerdən izləyirlər. Hər Xanışı yerdən. nəyə görə çox sevirlər o birisi müğənnilərə nisbətən? Sənin o belə deyək də. İlk öncə canlı oxuduğuma görə çox sevirlər. Birinci odur, ha? Birinci odur. Bu da Xanışdır gündəmdə o cavanlar arasında. Bu dəqiqə özüməm. Doğrudan. Və ansamblım. Pünhan da Piriyevdə. Pünhan da, bəli, Pünhan da mənim Bəli, əzizimdir, Onu yaxın. ötüb artıq. İkisi bərabər, hə? Pünhan da bizim mənim əziz dostumdur. O da yaxşı toylara gedir, mən də. Bu gün elə demək olar ki, gündəmdə Anar, sən nə işinə məşğulsan? Ver mikrofonu. Zaur. Elə bir dənə xanışın bir sözü var. Elay qrup harda? Zaurda. Zaur, həmin Zaurda. Bax belə. Mən də elə bildiyiniz kimi. Sənət davam edir, yoxsa Yüksək səviyyədə. o gün yüksək eşitdim səviyyədə. hardaydın? Elə dünənlərin Belarusiyada Minsk şəhərindən deməli toy oxuduq ikisi. Sonra dedilər 7-sinə qal oğlan toyunduq. Onu oxuyub elə gəlib düşən kimi Kürdəmirə getdim. Kürdəmirdə toy Və oxudum. onları da gəzirsən. Bəli, bəli. Şükür bu günümüzə hər şey qaydasında, hər şey yaxşıdır. Çalışırıq. İnanıram ki, bundan da gözəl olar. Bəhsə girən oğlansan, yoxsa Necə? bir-birinin kimsə bəhsinə girənsən, Sağlam rəqabəti sevirəm. elə sevirsən, ha? bəli. Kimdir Kimsə. belə bu dəqiqə gündəmi zəbt edən? Özüm. Özüm. Hamı özünü deyir. Yaşar, sən onda heç danışma, ha? Bunlar hamısı özünü deyir. Hər şeyə mən. Hər şeyə mən. O şeydə idi. Ha? Allah yollarını açıq etsin. Mən hər ikisini çox istəyirəm. Amma bir var dil də, var dil Onları şeydə. sevinirəm. Ha, Xanış? Valla mən demirəm. Bunu bir Yaşar qardaşımla söhbətləyirdi. Telli xanım düz deyir. Bunu göstərici var, sosial şəbəkələr var. Mən bunu Xanış, bir dəqiqə. Bu ay neçəsindəndir? 31-dən də 30-undandır. 30-dan. Bilir. Çünki Mən 6 bazarın hamısını dəqiq bilirəm. Məndən sonra birinci günlərdə kalendarım mən. 30 günün neçəsi toyda olursan? Yox, onu belə deməyək də. Mən Niyə? Gözə nəzərə gələrsən? Göz nəzərdən mən ümumiyyətlə qorxmuram, bu boş şeydir onun hamısı. De qutaram, getsin. Toy deyim, Hə, var şükürlər varımızdır. 30 günün. Var, toyumuz var, çox Bilirəm, şükür. ne toyun var. Yox, yaxşıdır, min şükür, min bərəkət, toy məzəladır. Ən qəşəngi haradır? Mülk almaq, seyfə qoymaq, yoxsa banka qoymaq? Banka qoymaq. Fikirləş, sonra cavab verərsən.